Salam aleykum. Hardayam? Deməli, hardayam? Hökməli Qob yolundayam. Bir dənə polis bölməsinin arxasında təzə 3 otaqlı böyük kvadratda həyətə bax. Çox genişlər. 4-5 maşınlıq həyəti var. Plus nəyi var? Evin böyür başında fırlana bilirsən. Baxın, hər tərəfdən məsafə gözlən. Nəyə görə? Onu da deyim. Paket kupça olduğuna görə. Evində kupçası var, torpağında kupçası var. Yəni üstü paketdir. Gaz, işıq, su, yəni burada yaşayış üçün hər şey mövcuddur. Yəni podvalı hündürdür. Baxın, nə saat, nə üstü olsa, bu quraqlıqdır bura. Nə üstü olsa qoya bilərsiniz. Yəni evin böyür başına nə geçsiniz, fırlana bilərsiniz də. Normaldır, həyət vazası genişdir. Az məbləğ kreditdə də gözləyir. Yəni qəşəng variantdır. İnşallah gələrsiniz, özü də yaxından baxarsınız. Qalxıb gəldi. Bir dənə burada geniş mətbəxlidir. Mətbəxin ölçüsünə var, pəncərəsi var. Burada hamam sanucudur. O da tam təmirdə, aksesuarları qaydasındadır. Hə, indi qiyməti barədə də məlumat verəcəm. Qiyməti də normal qiymətədir. Yataq otağı da genişdir. Pəncərələrin raşotkasına qədər qoyulub. Ölçün görürsünüz də çox genişdir. Otaqlar hamısı böyükdür. Böyük kvadratda ev axtaranlar üçün bura idealdır. Solda da bir dənə zalıdır. Qiyməti haqqında da məlumat verim. Qiyməti deməli 62 minə deyir. Real gəl evin üstündə evin gəlsinə özün söhbət eləyərsən. Plus da ki 10-12 min məbləğin çatması daxili kreditdən götürə bilərsən. Əgər daxili kredit lap əlində az miqdar var, məsələn 25 min zad varsa, ipoteka ilə də götürə bilərsən bu evi. Çünki tam sənədlidir. Qoyursan banka, ev yəsinin pulunu verirsən, daşısın banka ödəyirsən. Yəni sən necə xoşsa elə. Hər tərəfli variantın var da. Alıb skut evinin üstünə qeydiyyata da düşə bilərsən. Yəni çünki tam sənədləri qaydasındadır. Yəni görürsüz ölçülər genişdir, hazır al köç yaşadı. Kürsündür da gəldi. Bir dənə də burada geniş yataq otağıdır. Yəni ölçüləri görürsüz həqiqətən çox genişdir. Böyük kvadratda ev üçün ideal qiymətə, ideal variantdır. Yəni görürsüz də komik xəttlər də atılıb. Burada mərkəzi kanalizasiya da mövcuddur. İnşallah gələndə xəbər eləyin. Yəni sənədli sübutda olmağına görə yaxşı variantdır. Plus da ki, kim ev satırsa xəbər eləsin, gələk bir gün, 2 günə həll eləyək. Sağ olun.